Deməli, baxaq Schultz-Make testlərimizə. Deməli, burada biz nə görürük? Article görürük. Article-da genəldə do ilə yazmayasıyıq. Do arrest deməyəsiyik. Əsasən have ilə make ilə olur bunlar. Təbii ki də istirahət eləmək have ilə götürülür, make ilə yox. Bilməliyik də bu feillər hansı, nə vaxt, hansı işlənir. Bunun üçün bunları əzbərə bilsək daha yaxşı olar. Amma belə tərcümə ilə də tapmaq olar. Əsasən əzbərləsək daha məqsəd uyğun olar. İkinciyə baxırıq. Oxumaqdır, tapşırıq eləməkdir, misal eləməkdir, məsələ eləmək. Bunlar do ilə verilir. Diqqətli olmalıyıq. Sonra Z duty var. Bu ifadədir. Bu ifadənin özü genəldə make ilə verilir. Make Z duty, make dinner, make breakfast. Bunları make ilə yazırıq. Sonra 4-də yazır ki, biz planlaşdırıq. Planlı işlər genəldə hər zaman make ilə verilir. Bayram, tətil planlamaq, listələ yazmaq. Sonra 5-də deyir ki, biz plan qururuq ki, nahar hazırlayaq. Planlı, yenə planlı işimiz var, make-dir. 6-da deməli, düzgün variant 6-da, C variantıdır. Zarafat eləmək, nə bilim, makyaj eləmək, listə hazırlamaq. Bunlar make ilə işlənir. Sonra 7-ci testdə baxırıq. Yenə make-dən istifadə eləməli 7-də. Some leaders choose to make war instead of finding peaceful solution. Ümumiyyətlə bəzi rəhbərlər sülh məsələlərindən çox müharibəyə üstünlük verirlər. 8-ə baxırıq. 8-də bizdən yenə up-ımız var. Make up mind. Bu ifadəni də əzbərə bilməliyik. 9-a baxırıq. Deməli, 9-da otağı yığışdıraq, qonaqlar gəlməzdən əvvəl təmiz olsun. Burada artıq fiziki işimiz var bizim. Belə o test vaxtı fiziki iş görürük. To do var, to. Sonra 10-cu testdə bizdən yenə doğru variant istəyir. Onda deməli I have troubled, yəni zülümdəyəm, belə kim tərcümə olunur. Deyir ki, he had trouble finding his case this morning and was late for work. O deyir, açarları tapmaqda əziyyət çəkir, bu səhər işə gecikir deyə. Sonra 11-ə baxırıq. 11-də deməli dişim ağrıyır, başım ağrıyır deyirsə have-dən istifadə edirik. I have headache, I have toothache deyirik. Plan hazırlayırıq, təbii ki də make-dən istifadə edirik. 12-də, daha doğrusu C-də, 13-ə baxırıq. 13-də yenə article prospal, hansısa bir I would like to make a prospal for a new project. Hazırlamaqda neysə. Yenə 14-ə baxırıq. 14-də yenə make-dən istifadə edirik. To make a walk. Yox, əsasən to go for a walk yoxdur. To make a walk. Nahardan sonra biz qərara gəldik ki, təmiz havada gəzinti təşkil eləyək. Təşkil eləmək mənasında. 15-də də yenə hasar hazırlamaqdır. To make a fence. Əsasən özündən sonra ən çox bunlar isim tələb eləyir. 16-ya baxırıq. Deməli, 16-da yenə bizdən düzgün variant istəyir. Eksperiment etmək, təcrübə keçirmək. A variantı. Do. Sonra burada quarrel. Deməli, 17-də had a quarrel. Münaqişədə olmaq. Sonra 18-ə baxırıq. Səhər yeməyi yemək. Make-də hazırlamaq. Mən çalışıram ki, səhər yeməyi hazırlayam. İşə getməzdən əvvəl yemirsən. Bir var deyirsən ki, I have breakfast, mən səhər yeməyi yeyirəm. Bir də var hazırlayır bu. Diqqətli olmaq lazımdır. Diskussiya hazırlamaq, C variantı. Sonra 20-yə baxırıq. Deməli, ütüləmək, ev işi görmək, ev işləri, bunlar hamısı, houseworklar hamısı do ilə olur. 21-ə baxırıq. 21-də sandviç hazırlamaq, yenə
make-lə veririk, nəyisə hazırlayırıq verniyyat üçün. Elə ki planlaşdırırıq da ki, biz gəlin sandviç yeməliyik, yəni nə bilim tərəvəz yeməliyik, pendirli sandviç yeməliyik, nəsə bir şey belə. 22-də yenə make-dən istifadə eləməliyik, çünki qanun qəbul etmək, qərar qəbul etmək, bunlar make-dən, make decision bu ifadəni həmişə eşitmişik. 23-də də yenə make yazasıyıq, çünki report hazırlamaq. Listədir, reportdur, səhər yeməkdir, ümumiyyətlə nəyisə hazırlamaqsa make, əlimizin və beynimizin məhsulu make olur. Sadəcə beynimizin məhsulu du olur. Məsələn, ev işi gör, tapşırıq elə və s.